Əla, 31 oktyabra görə hər bürc üçün ən düz proqnozu aşağıda bürc adlarını ayrıca yazıb, hər biri üçün qısa ümumi təhlil və sondakı məsləhətlə təqdim edirəm. Qoç ümumi. Bu gün enerjin yüksəlir, qərar vermədə sürətli olacaqsan, amma emosiyalar işə qarışa bilər. Məsləhət: nəfəs al, sürətlə qərar verməzdən əvvəl 2 saniyə fikirləş. Buğa ümumi, sabitlik və praktik məsələlər önə çıxır, maliyyə və məişət işlərində nizam qayda fayda gətirəcək. Məsləhət: kiçik detallar üzərində diqqətli ol, sənə qənaət edəcək. Əkizlər ümumi, ünsiyyət üçün əlverişli gün, yeni tanışlıqlar və fikir mübadiləsi uğurlu ola bilər. Məsləhət: dinləməyi unutma, sənə lazım olan açarı qarşı tərəf verə bilər. Xərçəng ümumi hisslər ön planda olacaq, yaxın çevrə ilə əlaqələrdə incəliklərə diqqət lazımdır. Məsləhət: açıq danış, amma sərhədləri qorumağı unutma. Şir ümumi, yaradıcılıq və özünü ifadə etmə imkanı yaranır. Diqqəti öz üzərinə çəkmək üçün ideal zamandır. Məsləhət: tərifləri qəbul et, amma təkəbbürə çevirmə. Qız ümumi detallar və təşkilati məsələlər sənin xeyrindir, plan və yoxlamalar fayda verəcək. Məsləhət: prioritet